8 Mart Qadınlar Günü və ya bayramı. 1857-ci ilin soyuq bir mart günü Nyu-Yorkdakı fabriklərdən birində qadın işçilər daha yaxşı şərtlərlə çalışmaq və bərabər hüquqlar üçün etiraz olaraq tətilə çıxdı. Bu cəsur qadınlar haqları üçün səslərini yüksəltməkdən qorxmurdular. Lakin polis etirazçıların üzərinə hücum çəkmiş, işçilər fabrikin içərisinə həbs olunmuş, daha sonra fabrikdə çıxan yanğın nəticəsində 129 qadın yanaraq həyatını itirmişdi. Bu faciə sadəcə Amerikada deyil, bütün dünyada əks-səda doğurdu. Qadınlar üçün bərabərlik və azadlıq mübarizəsi başladı. 1910-cu il Kopenhagendəki Qadınlar Konfransında Alman sosialist qadını Klara Setkinin təklifi ilə 8 Mart Dünya Qadınlar Günü olaraq elan edildi. Məhz qadınların kütləvi şəkildə savadlanması, müəyyən hüquqlara malik olması həmin dövrə təsadüf edir. Hər il 8 Mart tarixində qeyd olunan Beynəlxalq Qadınlar Günü qadınların iqtisadi, siyasi və ictimai mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbətin tərənnümünü ənənəvi hala gətirmək məqsədi daşıyır.